Adam var, düşür depressiyaya, başlayır üsyan eləməyə Allaha. Deyir ki, Allah niyə belə elədi? Bir dəqiqə deyəm, qaydaq əvvələ, sən niyə belə elədin, gəldin, çıxdın bu vəziyyətə? Sən öz yorğanına görə ayağı uzatmalısan. Və Allahın bütün haram dedikləri, qadağan etdikləri elə şeylərdir ki, insan onun nəticəsinə davam gətirməyəcək. Bunlar bir dəfəlik haramlardır. Necə ki, Əli əleyhissalam deyir ki, mən yetimin malını od görürəm ki, Nisa surəsindəki deyir 10-cu ayədə ki, kim yetimin malını yeyir, hələ bil od yeyir. Mən onun mal kimi görürəm, Əli əleyhissalam birbaşa nəticəni görür, odu görür. Allah da insanı yaradıb, bütün kainatı yaradıb, hər şeyin içərisini bilir. Bilir ki, sən bu yolla geçsən, yanacaqsan və bu yanğıya da sən dözə bilməyəcəksən.